2026-2027-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində iyulun 13-dən etibarən təhsil alan tələbələrin yer dəyişməsi üzrə sənəd qəbuluna başlanılır. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, sənəd qəbulu elektron formada həyata keçiriləcək. Yer dəyişmə prosesində ali və orta ixtisas təhsili müəssisələrinin normativ təhsil müddətində təhsil alan, təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı yarısını toplamış tələbələr iştirak edə bilərlər. Müraciətlərin qəbulu iyulun 13-ü saat 10-da başlayacaq və iyulun 19-u saat 18:00-dək davam edəcək. Yer dəyişmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az platformasında qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, istifadəçi adı və şifrə vasitəsilə müvafiq bölməyə daxil olmalı, elektron müraciət formasını dolduraraq təsdiq etməlidirlər. Tələbələr müraciət zamanı daxil etdikləri məlumatların düzgünlüyünə diqqət etməli və proseslə bağlı elan edilən müddətlərə riayət etməlidirlər.